Baxın nə maraqlı fakt var burada. Qaynana filmini rejissoru çəkmək istəmirmiş. Sigareti mətbəxdə çək. Samavar dutkeşi kimi otaqları isə batırsan. Başdı xanım. Sən məni doluyursan? Sənin özü elə doluyaram ki. Qaynana filminin rejissoru Hüseyn Seyidzadədir. O, daha çox tarixi filmlərlə kinomuzun yaddaşında qalıb. Ancaq Qətır Məmmədi öz bildiyi kimi çəkmək istədiyi üçün filmi əlindən alıblar. Daha sonra da başını qaçsın deyə Qaynana filmini veriblər. Bu haqda Fuad Poladov Skafandrlı Adam kitabında danışır. Hətta Fuad Poladov özü də həmin çəkilməyən Qətır Məmməddə əziz rolundaymış. Qaynananı çəkəndə isə Hüseyn Seyidzadə verdiyi sözü tutmaq üçün Fuad Poladovu yenə filmə dəvət edib. Rejissor filmi istəməsə də işini ustalıqla gördüyü üçün hər kəs tərəfindən sevilib. Fuad Poladovun Qaynana filmindəki obrazının adını kim xatırladı? Bu arada Skafandrlı Adam kitabı Fuad Poladovun Aygün Aslanlı ilə müsahibələrindən ibarətdir. Çox maraqlı məqamlar var. Məncə mütləq oxumalısınız.